Şagirdlərin ən çox qarışdırdığı hissələrdən biri quşlarda tənəffüs prosesidir. Gəlin baxaq, quşlarda tənəffüs prosesi necə gedir? Şəkillərdə hava kisələri, ağciyərlər, traxeya aydın şəkildə göstərilmişdir. Havanın daxil olma ardıcıllığı bir istiqamətdə və nəfəs vermə zamanı xaric olma ardıcıllığı oxlarla aydın şəkildə göstərilmişdir. Gəlin baxaq. Quşların tənəffüs orqanları əsas 3 hissə var. Burun dəliyi, ağciyərləri və hava kisələri. Ağciyərlərin quruluşu. Quşların ağciyərləri kiçikdir, elastik deyil, həcm dəyişmir. Ağciyərlərdə alveol yoxdur. Qaz mübadiləsi kapilyarlarla hava axını arasında gedir. Yəni, ağciyər genişlənib daralmır. Hava bir istiqamətdə axır. Hava kisələri. Quşların hava kisələrinin sayı təxmini 7-9 ədəd ola bilər. Ağciyərlərə birləşir. Qazlar mübadiləsində iştirak etmir. Bu çox önəmli bir detaldır. Qaz mübadiləsində hava kisələri iştirak etmir. Bunu yadınızda saxlayın. Hava kisələri bədəni yüngülləşdirir, daxili orqanları soyudur, ağciyərə havanın fasiləsiz daxil olmasını təmin edir və onlar harada daha çox rast gəlinir? Dərinin altında ola bilər, daxili orqanların arasında ola bilər, sümüklərin içərisində ola bilər. İki qat tənəffüs nədir? Deməli, İki qat tənəffüs həm nəfəs alma zamanı, həm nəfəs vermə zamanı quşlarda ağciyərlərdə qazlar mübadiləsi gedir. Məsələn, adi insanda, məməli heyvanlarda götürsək, yalnız nəfəs alma zamanı ağciyərlərdə qazlar mübadiləsi gedir. Quşlarda isə bu həm nəfəs alarkən, həm də nəfəs verərkən gedir. Havanın hərəkət yolu. Gəlin addım-addım baxaq. Birinci nəfəs alma. Hava burundan keçir, ağciyərə daxil olur. Arxa hava kisələrinə toplanır. Birinci nəfəs vermə. Hava arxa hava kisələrindən çıxır, ağciyərdən yenidən keçir. Diqqət, qaz mübadiləsi baş verir. İndi baxaq ikinci nəfəs almaya. Yeni hava daxil oldu. Köhnə hava ön hava kisələrinə keçir. Hava ön hava kisələrindən çıxaraq bədəndən xaric olur. Nəticə, ağciyər həmişə oksigenlə zəngin olur. Və bu quşlarda tənəffüs prosesi niyə bu qədər mürəkkəbdir? Çünki quşlar uçur. Uçuş zamanı enerji tələbatı çoxdur. Maddələr mübadiləsi yüksəkdir. Bədən temperaturu sabit qalmalıdır. İki qat tənəffüs quşlara maksimum oksigen verir. Əziz şagirdlər, MİQ və sertifikasiya hazırlaşan müəllimlər, dərslərimizə qoşulmaq üçün DİM-dən əlaqə saxlaya bilərsiniz. Dərslərimiz haqqında, hər mövzu haqqında PDF-lər, videolar, səs yazmalar göndəriləcək. Onlara baxa bilərsiniz.